Salam əziz izləyicilər. Biz bugün toyuq çığırması pişiririk. Onun üçün sazımıza əvvəlcə yağ tökürük. Sonra da doğranmış soğanımızı tökürük. Yağla soğanı əvvəlcə biraz pişiririk. Sonra da toyuğumuzu tökəcəyik. Soğan həll olana qədər biz onun ağzını örməliyik ki, biraz yaxşı həll olsun, qızarsın. Sonra toyuğumuzu tökməliyik. Səni mən yaman sevirəm, ürəkdən, candan sevirəm. Səni mən yaman sevirəm. Əziz izləyicilər, hərdən qapağı qaldırırıq, soğanımızı qarışdırırıq, yanmasın. İndi soğanımız qızardı, biz toyuğumuzu tökürük. Toyuğumuz da kənd toyuğudur, kənd cücəsidir. İndi biz duzunu da səpirik yeməyimizin. Sonra ağzını örtürük, pişsin. Allah'tan arzu eləyirəm ki, hər bir evin qazanı qaynasın. Dadlı yeməklər pişsin. Hamının güzəranı yaxşı keçsin, xoş keçsin. Şirin ağızdan yesin hamı pişirdiği yeməkləri. O cümlədən biz. İndi sazımızın qapağını götürürük, toyuğumuzu ara bir qarışdırırıq, baxırıq pişməyinə. İnşallah pişər. Biz indi yeməyimizin sarı kökün bu biberin tökürük. Pişir yemeğimiz. Sizlerim, yemeğimiz artık hazırdır. Biz yemeğimizi boşqaba çəkib oturaq nuş eləyək, sizə də nuş olsun. Göz haqqınızı helal eləyin. O qara göz olmasaydı